Rufo Gəncınski ləqəbli qanuni oğru Ülfət Tağıyev yenidən Rusiyaya qayıdıb. Bundan sonra Federasiyada Azərbaycan mafiyasına liderlik uğrunda mübarizənin yeni mərhələsi başlayıb. Proses amansız döyülmələrlə müşayiət olunur və atışma da uzaqda deyil. Musavat.com.lent azda istinadən xəbər verir ki, Rufoya ömürlük Rusiya Federasiyasına giriş qadağası var. Lakin o, FSB ilə yaxşı münasibətdə olan nüfuzlu avtoritet Badri Qoqvaşvili ilə yaxın olduğu üçün ölkəyə girə bilib. Qeyd edək ki, Tağıyev Rusiya Federasiyasını tərk edib, Misirdə həyat qurmağa çalışıb. Lakin bu yaxınlarda yenidən Rusiyaya qayıtmağa nail olub. Və o, dərhal fəaliyyətə başlayıb. Yerli Telegram kanallarının məlumatına görə, Rufo Gəncınski Misirdə olarkən öz adamlarını Rusiyanın bütün böyük bazarlarını yerləşdirməyə çalışsa da, onları döyüblər və oradan qovublar. Qayıdandan sonra Tağıyev əlaltılarına qarşı çıxanları nümayişkarane şəkildə